FBI tərəfindən axtarılan azərbaycanlı nə bank soyub, nə də silahlı qruplaşma rəhbəridir. Ancaq FBI isə onu 10 ilə yaxındır ki axtarır və tapıldığı təqdirdə $75.000 mükafat verəcəyini qeyd edib. Həmin şəxs əslən Sumqayıtdan olan və internet dünyasında Jay-Z ləqəbindən istifadə edən Ceyhun Aslanovdur. ABŞ rəsmi ittihamnaməsinə görə Sankt-Peterburqda olan Ceyhun Aslanov 2014-2018-ci illər arasında ABŞ dövlətini aldatmaq və onun sistemini pozmaqda ittiham olunur. İddialara əsasən o Rusiyadakı Trol fabrikinin Amerika üzrə məhsul departamentinə rəhbərlik edərək sosial şəbəkələr üzərindən Amerikalıları manipulyasiya etməklə məşğul olub. Bəs Trol fabriki nədir deyə soruşsanız, Trol fabriki yüzlərlə insanın kompüter arxasında oturub saxta profillərlə internetdə insanları aldatdığı və sosial şəbəkələri idarə etdiyi gizli bir mərkəzdir. Bu əməliyyatları da maliyyələşdirmək üçün Amerikalıların xəbəri olmadan şəxsi sənəd məlumatlarını oğurladığı, onların adına saxta bank və PayPal hesabları açaraq Rusiyadan gələn pulları Amerikaya ötürdüyü bildirilir. Sənədlərdə qeyd olunur ki, bütün bu saxta hesabların və əməliyyatların tək bir məqsədi milyonlarla insana təsir göstərərək 2016-cı il ABŞ prezident seçkilərinə və ölkənin siyasi sisteminə kənardan müdaxilə etmək idi. Bəs siz nə düşünürsünüz? Daha çox üçün abunə olun və videonu bəyənin.